Salam uşaqlar. Bugünkü mövzumuz olacaq halogenlərin müqayisəli xassələri. Qalmışdıq 56-cı sualda. Hansı ifadə səhvdir? H-flor, H-xlor, H-brom, H-yod sırasında suda məhlullarında turşuluq xassəsi güclənir. Bəli, demişdik ki, H-flordan H-yod sırasında turşuluq xassəsi reduksiya artır, kovalent rabitənin polyarlığı azalır. Deməli, A variantı doğrudur. Normal vəziyyətdə halogen atomların xarici səviyyəsinə bir ədəd qoşulaşmamış elektron var. Normalda halogenlər necə yazılır? NS2, NP5, düzdürmü? İndi baxaq. S-in bir xanası var, 2 elektron var. P-nin 3 dənə xanası var, 5 elektron var. 5 elektron birinci hər birinə tək-tək düzülür. Yerdə 2 elektron qalır, o da sıradan bu şəkildə yazılır. Gördüm ki, doğrudan da burada bir dənə qoşulaşmamış elektron var. Deməli, B variantı doğrudur. Hidrogen halogenlərdə xlor, brom, yod atomu yalnız reduksiya edici ola bilər. Ola bilər deyirsə, bəli, ola bilər. Çünki mənfi bir oksigen mərhələsi göstərir. Bunlar ancaq elektron ala bilməz də verə bilərlər. Verdiyinə görə reduksiya edici olurlar. D variantı halogenlərin qələvi metallarla birləşimləri ion kristal qəfəsinə malikdir. Bəli. Məsələn, metallardan demişdik ki, ion rabitə birləşmə əmələ gətirir. İon rabitə birləşimlərdə ion kristal qəfəsi var. Plus da düz olduğuna görə bərk maddə olurlar. Bu da doğrudur. Oksigenli birləşimlərdə halogenlər yalnız müsbət oksigen mərhələsi göstərir. Bu səhvdir. Məsələn, uşaqlar, O-flor2 var. O-flor2-də biz demişdik ki, flor mənfi bir oksigen mərhələsi göstərir. Düzdürmü? Müsbət göstərmir. Deməli, bu hamısına aid deyil. Y variantı səhvdir. 57-ci sual. Hansı ifadə səhvdir? Xlor, brom, yod sırasında elementlərin reduksiyacı xassəsi güclənir. Ümumiyyətlə biz demişdik ki, flordur, xlordur, bromdur, yoddur. Mendelevin cədvəlində bunlar yuxarıdan aşağı kimi düzdürmü? Yuxarıdan aşağı biz demişdik nə artır? Ram artır. Yəni ki, reduksiya edicilik artır. Deməli, A variantı doğrudur. B variantı halogenlərin ümumi elektron formulu NS2, NP5-dir. Bayaq dedik, bu da doğrudur. Flor, xlor, brom və yod birləşimlərdə 1, 3, 5, 7 valentlik göstərir. Uşaq biz demişdik, flor yeganə halogendir ki, birləşimlərdə nə müsbət oksigen mərhələsi göstərir, ancaq mənfi 1. Bir də valentlik yalnız 1 valentli olur birləşimlərdə. Yəni 3, 5, 7 valentlik yoxdur. C variantı səhv variantı. Keçək 58-ci suala. Deməli, hansı reaksiyada alınan qaz halında maddə suda yaxşı həll olur? A variantı nə alınır? Alüminium xlorid plus hidrogen. Düzdürmü? B variantı nədir? B variantı oksigenin laboratoriyada alınması, yəni oksigen alınır. C variantı dəm qazı alınır. D variantında H-brom alınır plus amonyak alınır. H-brom da suda yaxşı həll olan qazdır. Doğru cavab D variantı. Hidrogendir, oksigendir, bunlar suda pis həll olan qazlardır. 59. Yenə həmin sualda suda yaxşı həll olsun. A variantı oksigenin alınma reaksiyası, natrium nitrit plus oksigen alınır. B variantı H-brom alınır. Daha doğrusu H-yod alınır. H-yod da suda yaxşı həll olan maddədir. 60. Halogenlər üçün hansı ifadələr doğrudur? Gəlin baxaq. Atomlarında cütləşməmiş elektron yoxdur. Tamamilə səhvdir. Bayaq dedik ki, bir dənə var. Demək, bu ifadə səhvdir. Nüvələrin yükü artdıqca hidrogenli birləşmələrin davamlılığı artır. Bu da səhvdir. Nə üçün? Biz demişdik ki, H-flor, H-xlor, H-brom və H-yod istiqamətində nə edir? Nüvə yükü artır. Yəni, flordan yoda doğru getdikcə nüvəsinin yükü artır, böyüyür, düzdürmü? Və H-flordan H-yoda doğru getdikcə demişdik ki, davamlılıq azalır. Demək, bu ifadə də səhvdir. Deməli, 3 qələvi metallarla duz əmələ gətirir. Bəli. C variantı. 61. Halogenlər üçün hansı ifadələr doğrudur? Gəlin baxaq. Atomlarında cütləşməmiş elektron var. Bəli, qeyd elədik bayaq. Nüvələrin yükü artdıqca hidrogenli birləşmələrin davamlılığı azalır. Bəli, bayaq dedik ki, H-flordan H-yoda doğru nüvənin yükü artır, düzdürmü? O zaman reduksiyacılıq, turşuluq artır, polyarlıq, davamlılıq azalır. Deməli, bu da doğrudur. Metallarla uçucu birləşmə əmələ gətirir. Səhvdir. Metallar ümumiyyətlə uçucu birləşmə əmələ gətirmir. 62. Halogen verib elementləri reduksiyacılıq artır. Bu zaman elektromənfilik və
turşuluq xassəsini soruşur. Deməli uşaqlar, reduksiyasizlik nə zaman artırdı? Flor, xlor, brom, yod istiqaməti. Yəni yuxarıdan aşağı gələndə reduksiyasizlik, atomrasiya və metallıq artırdı. Nə azalırdı? Elektromənfilik, elektron almaq qabiliyyəti, qeyri-metallıq və oksidləşdiricilik, yəni EGO. Elektromənfilik neynədir? Azaldı. Deməli, X-a düşəcək azaldı. Hidrogenli birləşmələrin, bax, H flor qoyaq, hamısının yanına H qoyaq. Bu istiqamətdə demişdik, yəni H flordan H yod istiqamətində deməli, turşuluq xassəsi nə edirdi? Reduksiyasizlik turşuluq xassəsi artırdı. Deməli, azalsın, artsın, hardadır? D variantı. 63. Baxaq 63-ə. Deməli, HX, HY, HZ sırasında hidrogen halogentlərin polyarlığı azalır. Polyarlıq azalırsa, bu nə deməkdir? HZ-ə doğru polyarlıq azalırsa. Deməli, H flordan H yod istiqamətində bir dəqiqə yazaq. H brom, H yod. Yəni bu istiqamətdə polyarlıq azalır, düzdürmü? Deməli, Z-imiz yoddur. Z-i yod götürək. Z-i yod götürək. Y-i brom götürək, X-i də götürək, xlor götürək, yaxşı. Deməli, hidrogen halogent molekulunda davamlılıq nə edir? Bu istiqamətdə davamlılıq dedik azalır. Yəni B-yə A yazaq, B yazaq, B-yə gedəcək 1. Halogen ionların reduksiya ediciliyi. Reduksiya ediciliyi uşaqlar, biz demişdik işte flordan yoda doğru, flor, deməli, xlor, brom, yod istiqamətində reduksiyacılıq, atomrasiya, metallıq artırdı. Yəni ki, reduksiyacılıq nə edəcək? Artacaq. Yəni 2 gedəcək A-ya. Bəsit maddə halında halogenlərin oksidləşdiriciliyi, bax, dedim flor, xlor, brom, yod istiqamətində nə edir? Ram artır. EGO, yəni elektronmənfilik, qeyri-metallıq, oksidləşdiricilik azalır. Deməli, oksidləşdirici azalır hardadır? B-də. Deməli, 3 gedəcək B-yə. Halogen atomların radiusu, bax, radius harda artıb? Flordan yoda doğru, düzdürmü? Artıb da, deməli, radius artacaq. Yəni, xlordan brom yoda doğru getdikcə artacaq. Artan da haradaydı? A-ya gedir də, 4 də gedir A-ya. Yəni, doğru cavab olacaq 2, 4, 1, 3. 2, 4, 1, 3, Y variantı. 64, yenə həmin maddədir. Deyir ki, turşuluq artır. Turşuluq artırsa yenə bax bu istiqamətdə gedir də. Turşuluq bu istiqamətdə artır. Yenə artan azalan soruşur. Halogenet ionların reduksiya ediciliyi nə edir? Yəni flordan yoda doğru yazmışam da. Flordan yoda doğru. Nə edir? Reduksiyacılıq artır. Deməli, bir dənə buranı silək. Deməli, A-ya gedir 1. Ondan sonra hidrogen halogenet molekulunda polyarlıq, yəni bax bu istiqamətdə dedik ki, polyarlıq nə edirdi? Azalırdı. Deməli, B-yə gedəcək 2. Bəs maddə halında halogenin sıxlığı. Ümumiyyətlə biz demişdik ki, halogenlərin sıra nömrəsi artdıqca sıxlığı, qaynama və ərimə temperaturu artır. Yəni florun sıra nömrəsi ən kiçikdir, yodun sıra nömrəsi ən böyükdür, düzdürmü? Deməli, bu istiqamət, yəni flordan yod istiqamətində sıxlıq artacaq. Deməli, 3 gedəcək artana, yəni gedəcək 1-ə, yəni A-ya. Halogen atomunun radiusu, dedik ki, radius artır da, ram artır. Deməli, 4 də buraya olacaq. 1, 2, 3, 4, 2. A variantı. 65-ə baxaq. Deməli, X, Y, Z halogenlərinin hidrogeni birləşmələrinin turşuluğun azalması sırası. Baxaq, azalması sırası turşuluq nə vaxt azalırdı? Yazaq. Deməli, H flor, H xlor, H brom, H yod. Yəni bu istiqamətdə turşuluq artır. Onda bunun əksi də azalırdı, düzdürmü? Deməli, bu istiqamət turşuluq azalır. Deməli, belə çıxır ki, Y-im nədir burada? Y-im, bax bu Y-im. Y-im nə ola bilər? Flor götürüm də Y, flor. Z-nə götürüm, Z-i brom götürüm. X-də yod götürüm. Deməli, indi baxaq. Nəyə baxaq? Variantlar. Deyir, hansı reaksiyalar gedir? Gəlin baxaq. Deməli, burada nəsə səhvlədim mən. Çünki əksinə yazdım. Bir dəqiqə, bu əks olmaydı.
Burada Y yod olmalıdır. Y yod olmalıdır. Z olmalıdır. Tutaq ki, yoddan sonra nə bilim xlor yazımda. Brom da yaza bilərəm. X da olar flor. Hə, indi düz olar. Demək, hansı reaksiyalar gedər? Demək, birincisi Y-nə götürdük. Yod, düzdürmü? Yod, X-ə nə götürdük? Flor. Flor, yod. Yod floru duzundan çıxarda bilər, çıxarda bilməz. Demək, bu reaksiya getməz. 2. X-i götürdüm flor, Z-i götürdüm xlor. Deməli, bəli, flor xlorun duzundan çıxarda bilər. Bu reaksiya baş verəcək. Alınacaq kalium flor plus xlor ki, 3-ə baxaq. Z-i xlor götürmüşəm, Y-i yod. Bəli, xlor yodu duzundan çıxarda bilər. Yəni, alınır kalium xlor plus yod. Deməli, bu reaksiya da baş verəcək. Deməli, gedəcək bura 2, 3. Doğru cavablar D variantı. Bu da həmin sualdır. 66 həmin sualdır. Baxaq. Nə deyir bizə? Hidrogenli birləşimlərin turşuluğun azalması sırası. Turşuluq azalırsa yenə bu istiqamətdə gedir. Deməli, onda burada X-im nə olacaq? X-im olacaq, yod olacaq X-im. X-im yod olacaq. Deməli, bura Z-imi götürə bilərəm xlor. Y-i də götürüm flor. İndi baxaq, hansı reaksiya gedir. Deməli, Y götürdüm flor. Flor götürsəm, Z-i xlor qoysam, bəli, flor xlor duzundan çıxaracaq. Bu reaksiya gedəcək. 2 Z-i xlor götürmüşəm, X-i yod götürmüşəm. Bura xlor olsun, burada yod. Bəli, xlor yodu duzundan çıxaracaq. Bu da doğrudur. 3. X-i yod götürmüşəm. Yod da ümumiyyətlə heç bir halgen çıxarda bilməz. 1-2 A variantı. Keçək 67-yə. Nədir? Xlor, brom, yodit turşularının reduksiyacaq qabiliyyəti onların turşuluq xassəsinin aslını göstərir. Uşaqlar, biz nə dedik? H-flordan H-yoda doğru turşuluq xassəsi və reduksiya edicilik artırdı. Aydın oldu. Demək, turşuluq artırsa, reduksiyacaq da artacaq. Yəni, artan qrafik B variantı. 67. H-xloroid, H-bromoid, H-yod-OH birləşmələrin turşuluq xassəsinin onların molyar kütləsindən asılılığı. Təbii ki, xlorun oksigenli birləşməsi bromdan güclüdür. Bromun da oksigenli birləşməsi yoddan güclüdür. Yəni, burada ən güclü turşu olur H-xlorat, H-xloroid olur. Ondan sonra bundan güclü olur H-bromoid. Ən zəif də olur oksigen turşu H-yod, O3. Yəni, bunu tapdıq. Molyar kütləsi neyinir uşaqlar? Xlorun molyar kütləsi, yəni bu H-ları, oksigenləri çıxsaq burada, yerdə bir dənə flor qalır da. Flor deyirəm, yod qalır. Bunun kütləsi 127, bunun kütləsi 80, bunun kütləsi 35,5. Yəni, belə çıxır ki, bu istiqamət neyinib? Kütlə artıb, molyar kütlə, düzdürmü? Molyar kütlə artanda turşuluq neyinib? Azalıb. Dedim, ən zəif H-yod O3. Deməli, azalmalıdır. Yəni, doğru cavab olacaq 68-də B variantı. Keçək 69-a. Deməli, X mayedir, Y qazdır, Z-də bərkdir. Deməli, mayeni görən kimi bilməlisən bu bromdur. Y-i görən kimi bilməlisən ya bu xlordur, ya flordur, bilmirik hansıdır. Z-i görən kimi bilməlisən ki, bu bərkdir. Nədir? 7-ci qrupun əsas yarım qrup elementləri olduğunu bilərək onların oksidaşdırıcı xassəsinin artması istiqamətini göstərir. Oksidaşdırıcı xassəsi, bax, flor, xlor, brom, yod istiqamətində. Yuxarıdan aşağı gələndə, deməli, nə artırdı? Yəni, reduksiyacılık artırdı, elektromənfilik, qeyri-metallıq, oksidaşdırıcılık azalırdı. Onda belə çıxır ki, aşağıdan yuxarıdan neyniyəcək? Əksi olacaq da. Yəni, elektromənfilik, qeyri-metallıq, oksidaşdırıcılık artacaq. Düzdürmü? Yəni, oksidaşdırıcılık yoddan flora doğru artır. Deməli, Z birinci gələcək, ondan sonra gələcək X, ondan sonra gələcək Y. Yəni, bu istiqamətdə artacaq. Z, X, Y, Y variantı. 70-ə baxaq. Deməli, X yalnız duzların ərintisini, elektrosunu alırsa, bu flordur. Keçən dərs dedim ki, floru yalnız ərintisini, elektrosunu almaq olur.
Amma suda məhdud elektrozunu almaq olmur. Onun reaksiyasını yazmışdım. Gördük ki, orada hidrogen, oksigen çıxır. Məhlulda natrium fluoru qalır yazmışdım. Y həm oksidsizləşdirici, həm də reduksiya edici xassət göstərir. Deməli, bu xlor da ola bilər, brom da ola bilər. Z adi şəraitdə bərk haldadsa bu yoddur. Burada yazaq, tutaq ki, xlor. Halkinlərin oksidsizləşdirici xassəsinin artma sırası. İndi dedim ki, oksidsizləşdiricilik yoddan fluora getdikcə artır. Yəni Z yoddur, Y xlordur, X fluordur. Yəni bu istiqamətdə belə yazaq. Bu istiqamətdə artacaq. ZYX B variantı. 71. Müsbət oksidsləşmə dərəcəsi göstərməyən yeganə halogen nədir? Fluordur. Ancaq maksimum 0, minimum da -1 göstərir. Həm oksidsləşdirici, həm reduksiya edici ola bilər xlor. Adi şərti bərk haldadır, yoddur. Nə deyir bizə? Deyir ki, oksidsləşdirici xassəsinin artma sırasını göstərir. Yenə deyirəm, yoddan fluora doğru oksidsləşdiricilik artır. Deməli, Z-i tapdım, yod. Ondan sonra gələcək Y, ondan sonra gələcək X. Yəni bu istiqamətdə artacaq. ZYX B variantı. 72. Deməli, turşları verib, kütlələr bərabər verib, neytrallaşmaya sərf olunan natrium hidroksid mol sayını verib. Ondan sonra burada müqayisə verib bizə. Deyir ki, N1 bölüşdü N3-dən, o da bölüşdü N2-dən. Yəni demək istəyir ki, ən çox burada natrium hidroksid N1-ə sərf olunub. Düzdürmü? İkincidir, ən çox sərf olunub N3-ə, yəni HZ-ə. Yazaq bura HX yazaq bunun uyğun olaraq. Ondan sonra N3 yazıb, N3-ə nə aiddir? HZ, N2 yazıb ən az. Buna da HY düşür. İndi bunu necə edirik uşaqlar? Burada kütlələr bərabər veribsə, əvvəlası siz bilməlisiniz ki, kütləsi hansında azsa, halogenin kütləsi azsa, yəni daha doğrusu turşun kütləsi hansında azsa, ona belə deyək, sərf olunan natrium hidroksid molu daha çox olacaq, bərabər kütlədə götürəcək. Fərz edin ki, məsəl üçün HX-i götürmüşəm, daha doğrusu H fluor götürüm, H xlor götürüm, bir dənə də H brom götürüm. Düzdürmü? Yəni bu istiqamətdə ən kiçik kütlə hansına aiddir? H fluoru. Bunun kütləsi neçədir? 19 fluordur, 20. Bunun kütləsi neçədir? 36,5. Bunun kütləsi neçədir? 81. Yəni bərabər kütlə deyirsə, sən bunu təqribən neçəyə vurmalısan? Təqribən 4-ə vurmalısan, düzdürmü? Bu neçəyə vurmalısan? Təqribən 2 tam, onda biraz da vurmalısan. Yəni bu da 1-də qalmalıdır. Yəni burada ən çox mol kimdə oldu? H fluordur. Deməli, bir o qədər də natrium hidroksid lazımdır sənə. Tam neytrallaşması. Yəni ən az 4 mol lazımdır, düz deyil. Deməli burada kütləsi az olana daha çox sərf olunacaq. Yəni burada M1 nə olacaq? M1 tapdıq fluor, düzdürmü? X-i tapdıq fluor. İkinci ən çox lazım olur sənə 2,1 mol, düzdürmü? Onda bu da xlordur. Yəni Z-in də xlordur. Çünki bu münasibətə əsasən. Onda ən belə az sərf olunanda H bromdur. Yəni Y-də brom olur. Bu istiqamətdə tapdıq. İndi bizə nə deyir ki, radiusların artma istiqamətini göstərin. Baxaq. Biz demişdik ki, fluor, xlor, brom, yod istiqamətində reduksiya edəcək atom radiusu metallıq artır. Deməli, ram artır da, düzdür, atom radiusu artır. Deməli, X-dan deməli, ən çox nə olacaq burada? Bir dəqiqə yazaq. Ən kiçiyimiz olacaq X, düzdürmü? Ondan sonra kim olacaq? Z olacaq. Yəni xlor olacaq. Ondan sonra kim olacaq? Brom olacaq. Yəni Y olacaq. Belə bir münasibət var. C variantı. 73. Bu da həmçinin eyni sualdır. İndi ən çox sənə verib N3 sərf olunub, düzdürmü, natrium hidroksid. Deməli, bunun kütləsi ən azdır. Tapdıq bunu fluor. Ən az fluordur da kütlə olaraq. İkinci M1-dirsə, M1-ə məsələn üçün sən götürə bilərsən xlor. Yəni fluordan sonra xlor gəlir axı kiçik kütlə olaraq. Y-də onda götürək yod ya da brom da götürə bilərik, ya brom götürəklər. Yəni bu istiqamətdə radius artır. Deməli, fluor, xlor, brom, yod istiqamətində demişdik ki, ram artır. Yəni atom radiusu neyinir? Artır.
Yəni ki, belə çıxır ki, Z kiçikdir X-dan, o da kiçikdir Y-dən. Belə münasibət var, görək. Z kiçikdir X-dan, o da böyükdür Y-dən. Y variantı. 74-də baxaq. 74-də nə deyir bizə? X, Y, T-ni müəyyən edin. Gəlin baxaq. Görürəm ki, əvvəlası, gəlin birinci yerinə qoymaqını hesablayaq. Təsəvvür edin ki, A variantdan başlayıram. Bax, buradan. Deməli, X-i buram götürsəm, yox, X-i buram vermir, üzr istəyirəm. Deməli, Z-dən başlayır. Z-i neçə verib? Yod verib. Z-i yod götürdüm, yaxşı. X-i brom götürsəm mən, bəli, buradan brom yodu çıxaracaq. Nə olacaq burada? Natrium brom. Düzdürmü? İndi Y-i sənə verib xlor. Bəli, Y xlor qoysam, bu reaksiya yenə baş verəcək. Niyə xlor gəlib bromu çıxaracaq? Olacaq natrium xlor. İndi T-ni də flor götürsəm, buranı da flor götürsəm, A-dan söhbət gedir. Yəni ardıcılıqdan baxıram belə. Bəli, flor da xloru çıxaracaq. Elə doğru cavab olacaq A variantı. 74-də. Yerinə qoymaqdan tapmaq olar. 75. Halkinlərin polyarlığı bu istiqamətdə azalırsa, deməli, polyarlıq azalar nə vaxt azalardır? H flor, H xlor, H brom, H yod istiqamətində polyarlıq nə edirdi? Azalırdı. Onda belə çıxır ki, burada X nədir? Bir dəqiqə yazaq. X nədir? Yoddur. Y nədir? Götürək Y, tutaq xlor. Z də götürəcəm flor. Всё. Tapıram indi. Nə deyir bizə? Artan və azalan soruş. Yəni A-nı yazaq, B-ni yazaq. Deyir, halkinlərin atom radiosu. Halkinlərin atom radiosu deməli getdikcə artır da, düzdürmü? Yəni flordan yola doğru neyinir? Artır. Deməli, atom radiosu neyniyəcək? Artacaq. Artan arada da A-da, yəni 1-ə gedəcək A variantı. Keçək indi 2-yə. Bəzi halda halkinin oksidləşdiriciyi azalır da. Çünki X-i tapmışıq Z, düzdür. X-i tapmışıq yod, Z tapmışıq flor. Flordan yod istiqamətində oksidləşdiricilik neyniyəcək? Azalacaq. Deməli, azalan gedəcək 2. Halogenin ionların reduksiya edicilik. Reduksiya edicilik flordan yoda doğru artır. Bax, yazıq. Flordan yoda doğru artırsa 3 gedəcək artana. Hidrogen halogen molekulunda davamlılıq azalır. O istiqamətdə deyək işte flordan yoda doğru neyinir? Davamlılıq azalır bu istiqamətdə. Deməli 2 də bura nə qaldı? 4 də bura gedər. 2 3 yox 1 3 2 4 1 3 2 4 A variantı. Keçək 76-ya. 16,6 qram kalium yodid olan məhlulda yodu tam çıxarmaq üçün minimum neçə litr xlor tələb olunur? Gəlin birinci yazaq kalium yodid ilə xlorun reaksiyasını. Burada nə alınır? Xlor yodu çıxardır. Kalium xlor plus yod 2. Əmsallara baxsaq bir dənə bura 2 düşər, bir dənə də bura 2 düşər. Əmsallar düzəldi. İndi keçək. Görürəm ki, normalda neçə qram kalium yodid reaksiya daxil olub. Deməli, bunun öz kütləsi, kalium yodidin öz kütləsi neçə qramdır? 166 qram, düzdür. İndi 2 mol daxı, onda olacaq 2 vurulsun 166 neçə eləyəcək? 300, daha doğrusu 232. Yəni 232 qram kalium yodid reaksiya daxil olanda neçə litr xlor lazım olub? 22,4. İndi sənə verib ki 16,6 qram, 16,6 qram kalium yodida nə qədər sərf olunur? X. Kənar hədd 20 dəfə azalıb, sonda burada 20 dəfə azalır. 22,4 bölünsün 20 eləyir 1,12. Doğru cavab C variantı. İndi isə keçək 77-ci suala. Kalium flor dərinin elektrolizindən alınmış 44,8 litr qazı sudan buraxdıqda neçə litr oksigen qazı ayrılır? Gəlin birinci kalium florun elektrolizini yazaq. Ərintin elektrolizini. Burada alınır kalium plus flor 2. Deməli, indi burada əmsallara baxaq. 2 mol, bura 2 mol. İndi bizə deyir 44,8 litr qaz ayrılıb, düzdürmü? Gəl birinci ayrılmış qaz florda. Flor da su ilə reaksiyasını yazaq. Flor plus H2O. Burada alınır oksigen plus H flor.
Əmsallara baxaq. Bir dənə bura 2 düşər oksigen 2 olduğu üçün. Bura bir dənə 4, burada bir dənə 2 düşər. Nəyə diqqət yetirəm? Bizə deyir 44,8 litr qaz ayrılıb. Bax, normalda görürəm 22,4 litr ayırıb da, yəni 1 mol. Gəlin də bunu 2 mola çatdıraq. Çünki 44,8 litr 2 mol eləyir. Bunu 2-yə çatdırmaq üçün bu olmalıdır 4 mol, bu da olmalıdır 4 mol, onda bu olar 2 mol. Şərtim ödəndi. Yazıram ki, 2 mol, yəni 44,8 litr flor reaksiya daxil olanda neçə litr oksigen alınıb? 22,4. Bəs nə qədər flor alınıb burada? 44,8 litr. X neçə eləyəcəklər? 22,4 litr. Elə doğru cavablar B variantı. Keçək 78-ə. Yenə həmçinin eyni reaksiyada kalium flor dərinçəsində elektrolizin alınmış qazı sudan keçirərkən bu reaksiyanı yazaq. Bir dənə buranı silək. Aha. Deməli 2 mol bura düşər. Onda burada 1 mol düşər. Yazdıq. Nədir bizə? Kalium flor dərinçəsində elektrolizin alınmış qazı sudan keçirərkən 44,8 litr oksigen qazı əmələ gəlibsə, elektroliz zamanı anoddan neçə litr qaz ayrılıb? Baxaq birincisi. Görürəm ki, normalda nə qədər qaz ayrılıb oksigen qazı? 22,4 litr, düzdürmü? 22,4 litr qaz ayrılanda nə qədər belə deyək, oksigen reaksiyası sərf olunub? Daha doğrusu flor reaksiyası daxil olub. 44,8 litr. Düzdür? İndi bizə verib 44,8 litr oksigen alıb. 44,8-ə nə qədər olar? X. X neçə eləyir? 89,6 litr. Doğru cavablar 89,6 litr. D variantı. 79-a baxaq. Hansı mərhələ doğrudur? Birincisi, kalium florid verib, üstünə xlor gəlib. Kalium florid, daha doğrusu xlor kalium floridi duzundan çıxarda bilməz. Yəni, kalium xlor burada alına bilməz. Yəni, bu ifadə səhvdir. Kalium xlor üstünə brom gəlib. Brom da buradan kalium xloridi çıxarda bilməz. Yəni, xloru çıxarda bilməz. Yəni, kalsium bromid verə bilməz. Bu da səhvdir. Yod da bromu çıxarda bilməz. Bu da səhvdir. Amma xlor kalsium yodiddən yodi rahatlıqla çıxarda bilər. Yəni, kalsium xlor plus yod alına bilər. Bəli. 4-cü mərhələ doğrudur. 80 səhv soruşur. Deməli, brom kalsium yodiddən yodu çıxardar. Xlor bromu çıxardar. Yod xloru çıxarda bilməz. Elə doğru cavab olacaq 3. Yəni, səhv soruşur bizdən. A variantı. 81. Halogenit verib, məhlul verib. Gümüş nitrat məhlulu ilə əmələ gətirib çöküntü. Birincisini verib sarı rəngli. Sən bilməlisən, gümüşlə sarı rəngli çöküntü verən hansıydı? Yoduydu, düzdürmü? Sarı rəng. Deməli, burada X nəymiş? Kalium yodid. Yoduymuş. Sən bilməlisən, gümüşlə sarımtı rəngli çöküntü verən bromdur. Gümüş bromid. Deməli, Y olur brom. Sən yenə bilməlisən ki, gümüşlə ağ rəngli çöküntü verən hansıdır? Xlor iyonu. Всё. Yod, brom, xlor. Hardadır? C variantında. Keçək 82-ci suala. Yenə verib gümüş, bir dənə də verib amonium X. Əgər sarımtı rəngli çöküntü alınıbsa, gümüşdən sarı rəngli çöküntü nə verirdi dedim? Brom. Keçirəm Y-ə. Y sarı çöküntü verir gümüşdən. Deməli, burada sarı çöküntü verən yoddur, indi dedik. Ağ rəngli çöküntü verən xlordur. Brom, yod, xlor B variantında. 83. Hansı reaksiyanın sol və sağ tərəflər arasındakı uyğunluğu müəyyən edin? Reaksiyanın sol və sağ tərəfindəki uyğunluğu müəyyən edin. Yaxşı. Kalium permanganat verib. Kalium permanganat parçasında bu oksigenin laboratoriyada alınması reaksiyasıdır. Alınırdı nə? Kalium 2 mangan O4, mangan O2 oksigen. Yəni 1-ə gedir 3. Flor plus H2O. Bu oksigen alınır da. Burada H flor plus oksigen alınırdı. H flor oksigen hardadır? 4-də. Deməli 2-yə gedir 4. 3. Xlor plus kalium OH adi şəraitdə bu zamanlarda kalium xlor O, kalium xlor plus H2O. Bu da 5-dədir. 4-cüsü mangan 4 oksid plus H xlor. Mangan 4 oksid ilə H xlorun reaksiyası xlorun laboratoriyada alınması idi da. Burada alınırdı mangan xlor 2,
Su plus xlor. Yəni 6 da bura gedir. 3, 4, 5, 6. Hardadır? C variantında. 84. Yenə kalium permanganatı parçalayıb. Nə alınırdı? Kalium 2 manqan O4, manqan O2 plus oksigen. Yəni 3-ə gedir. Flor plus H2 alındı. H flor plus oksigen. Bu da 4-də verilib. Xlor plus kalium OH amma temperaturla verib. Bu zaman alınır kalium xlorat, yəni kalium xlor O3 plus kalium xlor plus su. 2 bura gedir. Kalium bikromat H xlorla reaksiyası. Bu da xlorun laboratoriyada alınmasıdır. Alınır kalium xlor, xlor H2O, xrom xlor 3, yəni 6. Deməli 3 4 2 6. 3 4 2 6 C variantındadır. 85. Deyir ki, birinci qabda reaksiya gedir, ikinci qabda reaksiya getmir. Halogenlərin atom rasiyonlarını müqayisə edin. Deməli, elə bir ümumiyyətlə elə bir X ilə bir maddə götürüm, halogen götürüm, Z-dən girsin, Y-dən girməsin. Məsələn üçün mən məsələn X-i xlor götürsəm, əgər Z-dən reaksiya daxil olursa, onda belə götürə bilərəm. Z-i brom götürə bilərəm, tutaq ki, ya da yod götürə bilərəm. Çünki özündən zəifdən girə bilər də, özündən qüvvətlə girə bilməz. Əgər Y-dən reaksiya daxil olmursa, yəni ikinci qabdan, deməli bu flor iyonuymuş. Niyə? Çünki xlor floru çıxarda bilmir, axı reaksiya getmir. Tapdım, yəni X-i tapdım xlor, Y-i tapdım flor, Z-i tapdım brom. İndi atom rasiyonu hansı istiqamətdə artır? Yük artdıqca düzdür. Ən kiçik burada flordur. Yəni ən kiçik olacaq burada Y. İkinci flordan kiçik, böyük xlordur. Yəni X yazaq. Ən böyük isə bromdur sıra nömrəsi olaraq. Deməli Z. Z böyükdür X-dan, o da böyükdür Y-dən. C variantı. 86. İkinci qabda reaksiya getmir. Daha doğrusu birinci qabda reaksiya getmir, ikinci qabda reaksiya gedir. Yenə atom rasiyonu müqayisəsini soruşur. Yenə uşaqlar elə X-i bayaq götürdük xlor. Əgər birinci qabda getmirsə, məsələn üçün xlor floru çıxarda bilməz. Ona görə bu Z flor olar. Y-də ya yod olar, ya brom, fərqi yoxdur. İndi mən brom yazıram. İkisini də götürə bilərsiniz. Deməli, X-i qoyduq xlor, Z-i qoyduq flor. Y oldu brom. İndi atom rasiyonu soruşur ardıcıllığında. Ən böyük dediyi hansındadır? Bromdur. Yəni Y böyükdür. İkinci böyük nədir? Xlor, yəni X-dan. O da böyükdür, ən kiçik flordur. Yəni Z-dir. Y böyükdür X-dan, o da böyük Z-dən. B variantı. 87. Brom verib, yod verib, Euler-Venn diaqramında yoğunluğu soruşur. Nişastanın təyinində istifadə olunur. Yod. Nişastanı təyin etmək üçün yoddan istifadə olunur. Keçək indi 2-yə. Suda məhlul ilə doymamış karbonlər təyin edilirlər. Brom da uşaqlar deyirdi ya, bromlar kalium permanganatdır. Bunlar alkinlər tutaq ki, rəngsizləşdirib bunu. Bu təyin reaksiyası idi. Biz bundan təyin edirik karbonləri. Demək, bromla təyin etmək olur. 2 bura gedər. 3. Sublimasiya edən bərk maddədir, yoddur. Nəzəridir. Hidrogenlə qarşılıqlı təsirdə olur. Hər ikisi halogenlər hidrogenlə reaksiya daxil olur. Qırmızı qonur rəngli mayedir. Brom. Molekulyar quruluşludur. Hər ikisi molekulyar quruluşludur uşaqlar. 2, 5, 4, 6, 3, 1. Hardadır? A variantında. 87. Deməli, duzların verib, duzların kütlələrini verib. Halogen ionlarını çökdürmək üçün sərf olunan ionun, gümüş ionunun sayını verib. Deməli, birincisi burada nə münasibət verib? Deyir ki, M1 böyükdür N3-dən, o da böyükdür N2-dən. Yəni demək istəyir ki, ən çox M1-ə sərf olunub gümüş ionu, düzdür? Bayaq dedim ha. Bax, yazıram, tutaq ki, natrium xlor götürürəm, bir dənə halogen, bir dənə götürürəm natrium, tutaq ki, flor, bir dənə götürürəm natrium xlor. Belə bir natrium xlor götürdüm, bir dənə də brom götürürüm. Maddəni götürdüm. İndi bunun kütləsi neçə eləyir? Bunun kütləsi eləyir 23, bu da 35,5. Neçə eləyir? 58,5. Bu 19-dur, bu da 23. Bu neçə eləyir? 19, o da 23, 42. Bu neçə eləyəcək? 80, o da 23, 103.
Kütlələrini hesabladım. Bizə deyir bərabər kütlə daha, düzdür? M qram, M qram, M qram. Bərabər kütləyə çatdırmaq üçün bax 58-i təqribən neçəyə vurmalıyam? Təqribən vurmalıyam. Tutaq ki 1,8-ə təqribi deyirəm. Bunu neçəyə vurmalıyam? Bunu da təqribən vurmalıyam 2,5-ə. Bu da elə 1 olaraq qalır. Düzdür? Tapdım. İndi bizə deyir ki M1 ən çox sərf olunub, düzdürmü? Əgər M1 ən çox sərf olunsa, deməli bunun kütləsi ən azdır, düzdür? Yəni bu flördür ki, 2,5 mol götürməmişəm. Deməli tutaq ki 2,5 mol da gümüş ion sərf olunmalıdır buna. Deməli kütləsi ən az olanda ən çox sərf olunur. Yəni belə deyək, M1 nədir? X-də, düzdür? X-i tapdım mən flör. İkinci sərf olunan, ən çox sərf olunan N3-dür. İkinci ən çox hansıdır? Bu xlordur, düzdür? 1,8 götürmüşəm. Deməli Y-im yox, Y-im yox, Z-im nə olacaq? Xlor. Onda yerdə qalan nə olur? Y-ə. Brom. Tapdım bunu. Mənə deyir ki, halkinlərin atom radiyasının artma ardıcılığını göstərin. Deməli, flor, xlor, brom, yod istiqamətində atom radiyası, yəni R, A, M. Atom radiyası artırdı. Düzdür? Deməli, yəni X-dan Z-ə, Z-dən də Y-ə doğru atom radiyası artacaq bu formada. X, Z, Y. D variantı. 89-cu sual. Deməli, 89-cu uşaqlar iki cür yazma olur. Bir yerinə qoymaqdan yazma olur, birdən də yazma olur. Dediyim üsuldan. Deməli, biz bilirik ki, orta məktəbdə 4 dənə halogen istifadə olunur. Flördür. Flör, xlor, brom, yod, düzdürmü? Flör kimləri çıxarda bilir? Flör xloru, bromu, yodu çıxarda bilir. Yəni 3 dənə halogen çıxarda bilir. Xlor kimi çıxarda bilir? Xlor da özündən sonrakı gələnlər, yəni bromu, bir də yodu çıxarda bilir. Yəni ikisini çıxarda bilir. Brom neçə nəfəri çıxarda bilir? Neçə nəfər deyirəm? Yəni neçəsini çıxarda bilir? Bir dənə yodu çıxarda bilir. Yod isə heç kimi çıxartmır, düzdürmü? İndi baxıram, bax, T-yə fikir ver. T-dən neçədən ox çıxıb? Bax, bir dənə buradan ox çıxıb, bir dənə buradan, bir dənə buradan. Düzdür, 3 dənə ox çıxıb. Bu nə demək? Yəni 3 dənə halogen çıxardı. 3 dənə halogen çıxardan hansı idi? Flör. Deməli, T flör olmalıdır. A gedər, C gedər, Y gedər. Ondan sonra baxıram X-a. X görürəm ki, gözənsin. Həm Y çıxardı, bax, bir dənə buradan ox çıxıb, bir dənə də, bax, buradan diagonal çıxıb, görürsən, 2 dənə. 2 dənə halogen çıxardan hansı idi? Xlor. Deməli, X-im nədir? Xlor. X-ə brom verir. Burada doğru cavab qalacaq D variantı. Z-ə baxaq. Z görürəm bir dənə ox çıxıb Z-dən. Düzdürmü? Bir dənəni çıxardan kimdir? Brom. Deməli, Z-də bromdur doğrudan da. Y-də heç kim çıxartmayıb. Ancaq Y-i çıxardıblar. Doğru cavab olur D variantı. Keçək 90 suala. Natrium xlor plus flör. Burada anılır xlor. Düzdür. Birinci mərhələ düzdür. Nə üçün? Çünki flör xloru duzundan çıxarda bilər. Xlor plus natrium OH. Burada anılır natrium xloru, H2O. İndi buradan natrium xloru verib. Natrium xloru elektroz edəndə, bəli, xlor alınır. Xlordan hidrogen girəndə H xloru alınır. Bəli. Amma H xlorla xrom reaksiyası daxil olanda xrom xlor 2 alınmalı idi. 3 yox. 2 valentli duz alınmalı idi. Amma 5-də 3 verib. Ona görə səhv ifadədir. Y variantı. 91. Yenə baxaq. Hansı mərhələ səhvdir? Birinci yenə flör xloru çıxarda bilər duzundan. Bəli. Xlor üstə natrium OH. Nədir? Natrium xlor düzdür. Natrium xlor elektroz edəndə xlor alınır anodda. Deməli, xlordan hidrogen reaksiyaya daxil olur H xlor, amma H xlor dəmirdən reaksiyaya daxil olanda dəmir xlor 2 alınmalı idi. Yəni 3 yox. Deməli, burada da 5 səhvdir. 92-yə baxaq. Nə deyir bizə? X, Y, Z və T elementləri 7-ci A yarım qrupunda yerləşir. Birincisidir, iyonlaşma enerjisi ən böyükdür. İyonlaşma enerjisi ən böyük olan X-ısa, deməli, X-in burada 100% flördür. Ən böyük çünki ondadır. Y-in elektromənfiliyi T-dən azdır. Elektromənfiliyi Z və T-dən azdır. Gəlin baxaq uşaqlar. Birinci halogenlər yazacaq. Flör, xlor, brom, yod. Elektromənfiliyi yuxarıdan aşağı getdikcə nə edirdi? Azalırdı. Yəni ego azalırdı. Bir dəqiqə. Ego. Yəni
elektromənfilik, qeyri-metalik oksidsləşdiricilik. Elektromənfilik yuxarıdan aşağı enir, azalır, düzdür. Deyir Y-in elektromənfiliyi Z-dən də T-dən də azdır. Deməli, Y-in burada nədir? Y-in yod olur ki, yod elektromənfilik olaraq bromdan da, xlordan da azdır, düzdür. Çünki azlığına doğru gedir axı. Deməli, Y-i tapdım mən, nağdı yoddur. Deyir ki, HZ-nin polyarlığı HT-dən çoxdur. Polyarlıq deyirsə, H flor, deməli, H xlor, H brom, H yod istiqamətində polyarlıq neyir? Azalırdı. İndi bir dənə X-i tapmışam, Y-i tapmışam, bir dənə Z-dən T qalıb. Deməli, yəni bu floru çıxaq buradan, bir də buradan yodu çıxaq. Yəni bunlardan biri qalır da. Deyir ki, HZ-in polyarlığı HT-dən çoxdur. İndi dedim bu istiqamətdə azalmır. Yəni burada az olan nədir? H bromda polyarlıq, düzdür. Deməli burada T nə olacaq? Brom. Z çoxsa polyarlıq, onda burada xlor qalır da. Z də olar xlor. Mən elədim halogenlərimi. Deməli nəyə soruşur? Gəlin baxaq. Buna görə elementlərin yuxarıdan aşağı doğru sıralanması hansı halda doğrudur? Yuxarıdan aşağı birinci bilirsən ki, flordur, xlordur, bromdur, yod. Bu cür gəlir. Yəni birinci X qoymuşam. İkincinə gələcək xlor gəlir, yəni Z. Üçüncünə gəlir brom, yəni T. Dördüncü Y. X, Z, T, Y hardadır? Y variantında. Keçək 93-ə. Yenə X, Y, Z və T elementləri 7-ci qrupda yerləşir. İyonlaşma enerjisi ən azsa, yuxarıdan aşağı gələndə, yəni flordan yoda doğru getdikcə iyonlaşma enerjisi azalır. Yəni burada Z nə olacaq? Yod. Z-i tapdıq, yod. İndi deyir ki, Y-in elektromənfiliyi birinci yazaq, flor, xlor, brom, yod. Dedik ki, yuxarıdan aşağı ego azalır. Yəni elektromənfilik azalır. İndi baxaq. Y-in elektromənfili X-dan kiçik, T-dən böyükdür. Nədir bizə? Y-in elektromənfiliyi X-dan kiçikdir, T-dən böyükdür. İndi ən böyük hansıdır? Flor, düzdürmü? İndi flordan sonra xlor gəlir, düzdür? İndi sən bunu xlor götürsən, Y-i. Xlor elektromənfili olaraq, deməli, flordan az olacaq, amma bromdan çox olacaq, düzdür? Deməli, Y-i götürürəm xlor. Onda X nə oldu? X oldu flor. T nə oldu? T də oldu. Nə qal T-yə? Brom. Tapdıq, heç o birinin ehtiyac yoxdur. İndi baxaq da, HT-nin polyarlığı HZ-dən böyükdür. Polyarlıq deyəndə H flor, H xlor, H brom, H yod. Yəni bu istiqamətdə polyarlıq azalır, düzdür? Yenə deyirəm, burada Y-i tapmısan, Z-i tapmısan onsuz. Bir dəqiqə, mən niyə xətt çəkdim? Z-i nə tapmısan? Yod. Burada yazmışam. T-nə tapdıq, brom. Doğrudan da. T-nin polyarlığı HZ-dən böyükdür. Yəni bromun polyarlığı H yoddan çoxdur da, H bromun. Yəni şərtimiz ödənib. Halogenlərdə tapmışam. Keçək nədir? Yenə yuxarıdan aşağıya doğru sıralanması hansal doğrudur. Yenə flor, xlor, brom, yod. Bu istiqamətdə düzülür də. Deməli, birinci nədir? Flor, yəni X-dir. X. Ondan sonra nədir? Y, xlor, Y. Bundan sonra nədir? Brom, T-dir. Bundan sonra Z-dir. Yəni, nə olacaq burada? X, Y, Z-dir. X, Y, Z-dir haradadır? TZ daha doğrusu C variantında. 94. Nədir bizə? Natrium Y plus Z verir. Deməli uşaqlar, gəlin birinci görəm ki, Z çıxardıb da, düzdürmü? Yəni sən nağdı bilməlisən ki, Y-in flor ola bilməz. Onsuz flor da verilməyəcək. Tutaq götürək, Y-i götürək xlor. Xlor götürdüm. Xloru nə çıxarda bilər? Flor da. İndi Z-də flor verməyib, də onda heç xlor yazmaya ehtiyac yoxdur. Başqa bir şey qoyaq. Məsələn üçün götürüm, Y-i götürüm. Tutaq ki, brom götürüm.
İndi Z əgər natrium Z alınıbsa, yəni Z-i Y-i çıxardıbsa, buradan Z yerinə keçibsə, deməli bura nə olar? Brom nə çıxardar? Xlor. Düzdürmü? Yəni burada natrium xlordur Z olaraq. Xlor nə çıxardar? Xlorda flor çıxardar. Yəni X-in yerinə flor qoya bilərəm. Natrium flor. Burada alınır natrium flor. Natrium florda T çıxarda bilməz. Deməli mən bura bu ifadəni götürə bilərəm. Yəni brom qoya bilmərəm yerinə. Keçək ikincisinə. İkincisində indi yod qoyuram. Yodu nə çıxardar gözəl insan? Məsələn üçün brom çıxardar, düzdür? Z qoyun brom. Onda burada olur natrium brom. Natrium bromundan nə çıxardar? Xlor çıxardar, düzdür? Bromda olur natrium xlor. Natrium xlordan nə çıxardar? Flor çıxardar da. Deməli bax burada deməli alındı. Deməli T nə oldu? Flor. Bu getdi. X-im nə oldu? Xlor. X xlor olmayanları çıxdı. Deməli Z-nə tapdım. Z tapdım brom. Z-də brom hansındadır? D variantı. Y-də tapdım yod. Yəni yerinə qoymaqdan. Keçək indi 95-ə. Deməli, yenə bax, görəm ki, natrium Z-dən X çıxardıb da Z-i, düzdür. Tutaq bura qoyum, bir dənə brom qoyum elə bayaq kimi. Görək yoxlayaq. Brom qoysam, brom nə çıxardır? Xlor. Bura xlor olar. Onda natrium X-də xlor olar. Düzdür, natrium xlor. Natrium xlordan xlor kim çıxardar? Flor çıxarda bilərdi ancaq. Düzdür. Bəs flordan kim çıxardar? Natrium flordan T-ni heç kim çıxarda bilməz. Deməli, mən bunu götürə bilmərəm. Keçim indi. Məsələn üçün Z-i götürüm, yodu götürüm ən zəif. Görək nə olacaq. Z-i götürdüm yod. Yodu kim çıxardar? Brom çıxardar. Deməli X-i brom götürə bilərəm. Burada olur natrium brom, düzdürmü? Natrium bromdan Y gəlsəm, yəni çıxardırsa, onda bu olar xlor. Xlor, natrium xlordan xlor çıxardan kim olar? Flor olar. Deməli bu uyğun gəldi. Deməli T oldu flor. Ondan sonra Y nə oldu? Y oldu xlor. Xlor olmayanlar getdi. Yerdə bir dənə nə qaldı? İlav variantı. X-də brom götürdük, bəli. Z-də yod ilə doğru cavablı A variantı. Yerinə qoymaqdan. 96-ya baxaq. Deməli, turşu molekulunda oksigen kütlə payı verib. Deməli, bizə bir dənə müqayisə verib. Deyir ki, bizim bilirəm ki, ümumiyyətlə 4 dənə oksigenli turşu var da, yəni xlorun, düzdür. Birincisi nədir? H-xloro4. İkincisi, yəni perxlorat, H-xloro3, xlorat, H-xloro2, xlorid, bir də hipoxlorid, H-xloro. 4 dənə var da. İndi bizə deyir ki, T ən böyükdür. Deməli, T ən böyükdürsə, deməli, bura nədir? 4-dür. Çünki oksigen atomu sayını verib də bizə. Ondan sonra Y, daha doğrusu X gəlir. X də ikincidir. İkinci hansıdır? 3 olanda xlorat. Ən kiçik hansıdır? Ən kiçik burada 1-də. Yəni Y nədir? 1. Buna nədir? 2 qalır. İndi bizə deyir oksigen kütlə payının hesablanması. Deməli, uşaq, əgər hansında oksigen kütləsi çoxdursa, çünki bax burada görürsünüz H-xlorları. O H-xlor məlumdur, yəni sabitdir bunlarda. Bunlarda kütlə fərqi nəyə görə olur? Oksigen görə. Yəni hansının oksigen çoxdursa, deməli onun oksigen kütlə payı o maddə çoxdur. Ən çox hansında olacaq? Bu 4-də, düzdür, yəni D-də. İkinci ən çox hansında olacaq? Bu 3-dən oksigen olanda, yəni də A-da. Üçüncü ən çox hansında olacaq? 2-dən oksigen olan, yəni C-də. Ən axırıncı qalır B-yə. D, A, C, B. D böyükdür A-dan. O da böyükdür C-dən, o da böyükdür B-dən. D variantı. 97. X, Y verib, nisbi atom kütləsini verib ayrı, iyonlaşma enerjisi nə doğrudur? A variantında deyir ki, X-in ayrı Y-dən çoxdur. Gəlin baxaq. X-in ayrı Y-dən böyük olarsa, deyir ki, iyonlaşma enerjisi E1 böyük olar E2-dən. Gəlin baxaq dostlar. Görək nə doğrudur. Deməli, məsələn, X-in ayrı çoxdursa, məsələn, bunu götürə bilərəm. Tutalım götürüm. Məsələn, xlor götürüm. Bunu da götürüm, onu da flor götürüm də, düzdür. Baxaq. Onda bayaq dedim ki, ən güclü iyonlaşma enerjisi hansında olur? Florda, hə?
Deməli onda E2 kiçik olmalıdır. Daha doğrusu E1 kiçik olmalıdır E2-dən. Belə olmalıdır. Elə bu şərtim ödənir. Elə doğru cavablar A variantı. Məsələn, bax B-yə baxaq. B-də X-i götürsəm mən, yenə xlor götürsəm, yəni kütlə olaraq xlor bölüşdə. Y-i nə götürməliyəm? Məcbur flor götürməliyəm. İndi burada onda necə olmalıdır? İyonlaşma enerjisi bax belə olmalıdır. Yəni E1 böyük kiçik olmalı idi E2-dən. Çünki florda çoxdur iyonlaşma enerjisi. Amma burada əksinə verib. Ona görə götürmürəm. Nə bilim, burada C-də, D-də bərabər verir. Bərabər mümkün deyil. Çünki yuxarıdan aşağı gəldikcə iyonlaşma enerjisi azalır dedik. Yəni dəyişir hər halına görə. Y variantı ona görə səhv olur. Doğru cavab olur da A variantı. Atom radiusunu soruşur indi. Deməli, yenə yerinə qoymaqdan. Təsəvvürlə X-i A-ya görə hesablayıram. X-i deməli xlor götürsəm, xlordan bölüşdü nədir? Brom. Y-də götürüm brom. Baxaq. Yəni X bölüşdü Y-dən belə olsa, onda hansının atom radiusu bölüşdü? Bromun atom radiusu xlordan bölüşdü, düzdür? Yəni Y-də, yəni bura yazaq R2, bu da R1-dir. Yəni R2 böyük olmalıdır R1-dən. Burada bərabər verib. Deməli bu ola bilməz. Yenə bax, bu da həmin ifadədir. Düzdür, X-i nə götürmüşəm? Xlor, Y-i brom. Yəni dedim ki, bromun sıra nömrəsi xlordan çox olduğu üçün atom radiusu böyük olacaq da təbii ki. Deməli, yəni R2 belə yazaq. R2 böyük olmalıdır R1-dən, belə olmalıdır. Amma burada əksinə verib. R1 böyük verib. Bunu da götürə bilmərəm. Amma burada görürəm ki, R1 kiçikdir E2-dən verib. Yəni bu şərtim ödənib mənim. Doğru cavab var C variantı. 99. Deməli, X, Y metalı verib, metalın kütlələrini bərabər verib, M qram, M qram, M qram. Qələvi metal reaksiyaya daxil olan bromun sayını verib, molunu verib, metalın atom radiusunu soruşur. Yaxşı, gəlin baxaq. Deməli, nədir bizə? İndi bizə bir dənə də burada münasibət verib. N3 böyükdür N2-dən, o da böyükdür M1-dən. Yenə deyirəm uşaqlar. Əgər N3 ən çox sərf olunubsa, düzdür, yəni Z-ə ən çox sərf olunubsa, deməli Z-in kütləsi ən kiçikdir. Aydın oldu. Deməli, məsələn üçün Z-i götürürəm mən. Tutalım, götürürəm Z-i. Litium götürürəm. 3 dənə qələvi metal götürürüm. Natrium, bir dənə də kalium götürürüm. Yəni burada kütlə nədir? Burada 7-dir. Burada 23-dür. Burada kalium. Burada 39-dur. Yaxşı yazıram. Yenə deyirəm, burada münasibətə verib N3 böyükdür N2-dən, o da böyükdür M1-dən. Yəni ən çox kütlə kimdədir? Ən çox sərf olunan brom N3, yəni Z-dədir. Onda ən çox belə deyək, birinci bunları bərabərləşdirib ümumiyyətlə bax, bu 7 qramdır, bu 23. İndi bunları ortaq olaraq neçəyə çatdıraq? Çatdıraq 80-ə, düzdür? Bunu 80-ə çatdırmaq üçün bunu neçəyə vurmalıyam? Təqribən vurmalıyam 2,5-ə. Bunu neçəyə vurmalıyam? Təqribən vurmalıyam 3,9-a. Bunu neçəyə vurmalıyam? Təqribən vuram 11,9 neçəyə. Vurdum. İndi dedim kütləsi az olan brom daha çox sərf olunur, düzdür? Yəni burada 11 mol litium var. Deməli 11 mol da brom sərf olunur. Yəni ən böyük hansı oldu? N3, düzdür? Yəni Z nə oldu burada? Brom. Brom deyirəm, litium metaldır bu. Litium. Y nə oldu? Y-də ikinci ondan kiçik hansıdır? 23, yəni natrium. Y tapdım natrium, X-i tapdım kalium. Qoydum yerinə. İndi bizə atom radiusunu soruşur metalın. Kütləsi böyük olanın atom radiusu böyük olur. Yəni sıra nömrəsi böyük olanın atom radiusu böyük olur. Sıra nömrəsi ən çox kimdədir? Kaliumda. Deməli, kalium böyük olacaq. Yəni ki, kalium hansındadır? R1-də. Yəni R1-in radiusu böyük olacaq. Neçədən? R2-dən, yəni natriumdan. O da böyük olacaq R3-dən. R1, R2, R3, B variantı. 99. 100-ə baxaq. 100-də eyni sualdır. Yenə baxırıq burada ən çox M1 sərf olunubda, düzdür, brom. Demək, kütləsi ən az olan nədir? Metaldır. Çox sərf olunsa. Onda M1-i, yəni X-i götürəm litium. İkinci N3 verib, Z verib. Yenə kaliumdur, daha doğrusu natriumdur. Onda bu da qalır kalium. Yenə atom radiusunu soruşursa, sıra nömrəsi böyük olanın atom radiusu böyük olur. Yəni ki, Y ən böyükdür. Yəni Y nədir? R1 verir, R2 veribdir Y. R2 böyükdür nədən? R3-dən, o da böyükdür.
R1-dən. R2, R3, R1. A variantı. 101. Deməli, Y-10 elektron sayı neon atomunun elektron sayından 8% çoxdursa, elektroz prosesində yolların anodda oksigenləşmə ardıcılı müəyyən edin. Deməli, uşaqlar, neonda 10 dənə nə var elektron, düzdürmü? Deyir ki, Y-10-dan 8% çoxdur. Onda Y neçə eləyir? 18-dir, düzdür? Görürsən ki, bu 1-in alıb 18 olub. Əvvəl neçəymiş? 17 imiş də. Yəni, A-nı neçə tapdıq? 17. A 17-dirsə, A-8 neçə olar? 9. Bura neçə olar? 17 + 18, 35. Tapdıq. Nəyi soruşur bizdən? Elektroz prosesində ionların anodda oksigenləşmə ardıcıllığın. Yəni, deməli, proton sayı 9 olan halogen hansıdır? Flör. 17 olan xlor, 35 olan brom. Ondan sonra anionların ardıcıllıq var. Oksigenləşməsinin ardıcıllığı. Birinci S2 mənfi. Ondan sonra yod gəlirdi. Brom, xlor. Ondan sonra gəlirdi OH, SO4, ən axırda flördür. Yəni birinci burada yod ayrılır, bu istiqaməti yavaş-yavaş ayrılır gedir. Yəni birinci yod ayrılır, brom, xlor, ən axırda flor ayrılır. Deməli, birinci ayrılan hansı olacaq? Brom, yəni birinci ayrılan Z olacaq. İkinci ayrılan hansı olacaq? Y. Üçüncü ayrılan flor, ən axırıncı. Z, Y, flor. Z, Y, flor deyirəm. Z, Y, X yazaq da. Z, Y, X. B variantı. 102. Keçək indi 102-ci suala. Deməli, bizə halogenlər verib, X, Y, Z. Kütlələrin bərabər verib, halogenlərə tam sərf olunan natrium kütləsini verib. Deyir ki, 2 dənə reaksiya verib. Deyir ki, bu reaksiyalar hər ikisi gedir və bizə deyir ki, X, Y və Z həm oksidləşdirici, həm reduksiya edicidir. Deməli, həm oksidləşdirici, həm reduksiya edici deyirsə, deməli, bu halogenlərdə flor ola bilməz. Yəni, X, Y, Z bunlardan biri flor ola bilməz. Gəlin yerinə qoymaqını hesablayaq. Təsəvvür edin ki, birini götürürəm xlor, birini götürürəm brom, birini götürürəm yod. Başqa heç nə qalmış, onsuz yod qalır. Deməli, indi bizə deyir ki, natrium X plus Z reaksiyası gedir. Gəlin yoxlayaq. Natrium X plus Z reaksiyası gedirsə, deməli, buranı brom götürsəm, buranı xlor götürsəm. Bəli, xlor bromu çıxardacaq. Düzdür? Belə gedər. Keçək ikinci reaksiya. Natrium Z plus Y2. İndi natrium Z nə idi? Xlor. Xlor da nə brom çıxardır, nə yod. Deməli, belə deyil. Deməli, bir dənə də aşağı düşər. Götürək bunu yod götürək, bunu xlor götürək. Ya da brom götürək. Baxaq. Deməli, yod götürsəm X-i, Z-i brom götürsəm, bəli, brom yodu çıxaracaq, bu doğrudur. Natrium Z-i bromda axı, üstünə Y2 gəlsəm, reaksiya gedirsə, onda bu da xlordur. Bunları müəyyənləşdirdim. Yəni, Z nə oldu? Brom. Bura oldu Z. Y nə oldu? Daha doğrusu, yod nə oldu? X. Y də oldu xlor. Bunu tapdıq. Müəyyənlədik halogenləri. İndi bizə nə deyir? Bizə deyir ki, kütlələr bərabərdir axı. Gəl bunların kütlələrini yazaq. Bu neçədir? Bu 35,5. Bunun kütləsi neçədir? 80. Bunun kütləsi 127. Təqribən uşaqlar, bunu indi çatdıraq 127-yə. Bunu neçəyə vurum? Bunu 1-ə vurmalıyam. Bunu təqribən vurmalıyam 1,5-ə. Təqrib edirəm ha. Bunu neçəyə vurmalıyam? Bunu da təqribi vurum. Nə bilim, 4-ə vurum da. 4-dən biraz 3,7-yə vurum tutaq ki. Dedim ki, kütləsi ən az olana ən çox reaksiya girən sərf olunur. Düzdürmü? İndi burada kütlə olaraq ən az hansıdır? Xlor. Deməli, ən az kütlə hardadır burada? M1-də. Ən az kütlə M1-dədir. İkinci kütlə ən az hansındadır? Bromda. Yəni M2-də. Ən çox M3-də. M3 böyükdür M2-dən, o da böyükdür M1-dən. 102 də eləyəcək B variantı. Daha doğrusu nəsə səhv getdi burada, B eləməz. M2. Y-i nə tapdım? 35,5. Yəni, sərf olunan natrium kütləsini soruşur. Burada onda 3,7 tapmışam axı, bir dəqiqə. 3,7
3,7 xlor tapmışam. Onda 3,7 molda natrium sərf olunacaq, düzdür? 3,7 mol natrium. 1,5 mol brom tapmışamsa 1,5 molda natrium sərf olunacaq. Onda 1 molda yod tapmışam, 1 molda natrium sərf olunacaq. Yəni burada ən çox kütlə kimdə oldu? Ən çox kütlə oldu xlora sərf olundu. Yəni buyu da xlor. Yəni M2-yə. İkinci ən çox sərf olundu M3-ə. Ən az yoda sərf olundu natrium, yəni M1-ə. M2 böyükdür M3-dən, o da böyükdür M1-dən, D variantı. Keçək 103-cü suala. Deməli, X plus HQ. Burada alınıb HX plus HXO. Bu da 100% bu. Nə olar? Xlor ola bilər. Y plus HQ. Burada uşaqlar, əgər oksigen ayrılıbsa, bu flördür. Flör plus su, H flör plus oksigen verir axı. Deməli, Z sudan reaksiya daxil olmursa, bu da nədir? Yoddur. Sudan reaksiya daxil olmur, yoddur. Atom radiusu müqayisəsini soruşur. Kütləsi, yəni sıra nömrəsi böyük olanın atom radiusu böyük olur. Ən kiçik sıra nömrə flördür. Yəni Y kiçikdir xlordan, buradakı xlordan, yəni X-dan, o da böyükdür Z-dən. Bu hardadır? Z böyükdür X-dan, o böyükdür Y variantı 103. Doğru cavablar Y. 104. Yenə həmçinin yeni suallardır. HX verib, HY, HZ. Bunların kütlələr bir-birinə bərabərdir. Neytrallaşmasına sərf olunan natrium hidroksidin molunu verib, müqayisəsini verib. Deyir ki, ən çox M1-ə sərf olub. Onda belə çıxır ki, HX-in kütləsi ən azdır. Deməli, bu flördür. Bu məntiqini tapsaq. N3 ən kiçikdir, yəni ən az sərf olunan. Ya brom götürək, ya buranı yod götürək. İndi brom götürüm. Onda ortada qalır xlor. Всё. Bizə nədir? Oksidləşdirici hadisəsinin münasibətini soruşur. Oksidləşdirici. Oksidləşdirici ən çox flördədir. Yəni X böyükdür, ikinci xlordadır. Yəni Y-dən, o da böyükdür Z-dən bu formada. X böyükdür Y, o da böyükdür Z-dən. A variantı. Keçək 105-ə. Bəsit maddələrin birbaşa qarşı təsirin alınmaz. S yod 2 verib. Birbaşa birincisi S-dən, yəni kükürddən yod reaksiya daxil olmur. Yəni belə birləşmə alına bilməz birbaşa. S-dən flör girir, bəli, S flör 6. Fosfordan da hidrogen birləşib, bu birləşmə nə əmələ gətirə bilməz? Dolayı yoldan alınır da. Kalsium 3P2 plus H xlordan alınır da, PH3. Kükürddən də xlor, bəli, birləşmə əmələ gətirir. 106. Bəsit maddələrdən birbaşa qarşı təsirlə alınmır. Xlordan oksigen. Xlordan oksigen birbaşa reaksiya daxil olmur. Yəni xlor 2O7 alınmaz. Bir də ki, 3 alüminiumdan hidrogen reaksiyası daxil olub, birbaşa alüminium H3 alınmaz. 107. Hansı halkinləri onların duzlarının suda məhlulların elektrolizindən almaq olar? Bax, suda məhlulun elektrolizi deyirsə, flördən başqa hamısını almaq olar. Flörü yalnız ərintisi elektrolizini almaq olar. Yəni yodu, xloru, bromu almaq olar. 1, 2, 4. Bəsit maddələrin birbaşa qarşı təsirindən alınır. Xlordan oksigen alınmır, bir də alüminiumdan hidrogen alınmır. Yerdə qalanlar alınır. 109. Bəsit maddələrin birbaşa qarşı təsirindən alınmır. İndi dedim, xlor alınmır, yəni xlorun oksid alınmır. Bir də ki, nə alınmır? Silisiumda hidrogenlə birbaşa reaksiya daxil olub, silisium H4 verə bilməz. Dolayı yolda. 1, 3. Doğru cavab. Keçək 110-a. Deməli, natrium X plus brom. Burada əgər brom X-i çıxardıbsa, deməli, bu yoddur. Düzdürmü? Yəni, xloru, flörü çıxarda bilməsi, deməli, X bromdur, yoddur. Yod üçün nə doğrudur? Qazlı səhvdir. Bərk halda doğrudur. Spirtdə məhlul yaraların dezinfeksiyasına istifadə olunur, doğrudur. Su ilə reaksiya daxil olur, bu səhvdir. 2, 3. 111. Hansı mərhələ mümkündür? Kalium flördün suda məhlul elektrolizindən flör almaq mümkün deyil. Yazmışam reaksiyasını, hətta yenə yazıram. Kalium flör plus H2O. Burada alınır anodda oksigen, katodda hidrogen, məhlulda kalium flör. Yəni mümkün deyil ki, sən buradan flör alsın. Ərintisini elektrolizini almaq olar. 2. Natrium xlor. Xlor çıxar, bəli. 2 doğrudur. Xlordan hidrogen H xlor verər, bu da doğrudur.
4 niyə səhvdir? H-xlorla gümüş girməz. Çünki demişdik, hidrogendən sağda gələn metallar turşlardan reaksiya daxil olub hidrogeni çıxarda bilməz. 5 niyə səhvdir? Çöküntü reaksiya daxil olmaz. Yalnız 2 və 3, 111-də. Keçək 112-yə. Deməli, xlor soyuq nədir? Hansı ifadələr doğrudur? Flor maksimum oksigen hərarəti müsbət 7 səhvdir. Dedik ki, maksimum müsbət maksimum 0, minimum -1. Xlor, bromdur, yoddur. Bunlar müsbət göstərir, amma flor heç vaxt müsbət oksigen hərarəti göstərə bilmir. Yəni bu ifadə səhvdir. Xlor soyuq kalium hidroksimetal keçirəndə Jave suya əmələ gəlir. Belə kalium xloro plus H2O alınır. Brom qırmızı qonur rəngli zəhərli olan mayedir. Bu da doğrudur uşaqlar. Yəni 2 doğru çıxdı 3. Yod yalnız duzların ərintisində alınır. Səhvdir. Həm duz, həm də suda məğlun elektrolizini almaq olur. Bu ifadə səhvdir. 113. Hansı reaksiyalar getmir? Birinci reaksiya yeganə turş oksidi silisium oksiddir ki, H-florla reaksiya daxil olur. Yəni yeganə turş oksidi silisium oksidi turşudan reaksiya daxil olur da H-flordan yalnız. Yəni birinci reaksiya gedir. H-flor plus SO2 verib. Bu reaksiya getmir. Dedim ki, yeganə turş oksidi silisium oksidi H-flordan gedən. Qalan turş oksidlər reaksiya daxil olmur. 3 də daxil olmur. Civə hidrogendən sağda gələn metal turşlardan hidrogenin çıxartması. Elə ki, 3 səhvdir. Deməli, əsas oksidlərlə turşlar reaksiya daxil olur bilirsiniz. 114. Hansı reaksiyalar getmir? Birincisi əvvəlası, birincisi alınır mis, brom plus H2O. Bu gözəl də gedir. İkincisi, dedik ki, H-brom CO2 verib. CO2 turş oksidi. Yeganə turş oksidi silisium oksidi H-flordan reaksiya daxil olurdu. Düzdür? Yəni turş oksidlərin ümumiyyətlə turşdan reaksiya daxil olmur. Bu reaksiya getməz. 3-ə baxaq. H-bromla xlor. Xlor bromu çıxardır. Bəli, bu reaksiya gedir, amma hidrogendən sağda yerləşən metallar turşlarla reaksiya daxil olmur. 2, 4. 115. Deməli, H-X-dır. Buradan flor gəlib. Əgər X-i çıxardıbsa, onda bu xlor götürə bilərəm. Xlor da H-bromdan bromu çıxardıb, X-lər H-xlor. X-i opşum tapdıq xlor. Xlor deyir tünd bənövşəyin rəngli bərk maddədir, səhvdir. Zəhərli qazdır, düzdür. Xlordur, düzdür. Yalnız oksidləşdirici səhvdir. Yalnız oksidləşdirici olmur, həm oksidləşdirici, həm reduksiya edici ola bilir xlor. 2, 3. 116-da baxaq. Deməli, bura yenə X qoysam, flor gəlib bunu çıxardar. Onda bura nə olar? Xlor 2. Xlor 2 də H-bromdan bromu çıxardıb H-xlor əmələ gəlir. Ona görə xlor ilə X2-dir. Qırmızı qonur rəngli mayedir, səhvdir. Sarımtıl yaşıl rəngli qazı doğrudur. Yalnız oksidləşdirici səhvdir. Su ilə reaksiya həm oksidləşdirə, həm reduksiya edici olur. Oksidləşdirə, həm reduksiya olunur. Baxaq. Deməli, xlor 2 plus H2O. Burada alınır H-xloru plus H-xlor. Deməli, burada müsbət 1, burada -1, xlor sərbəstində 0. Bəli, həm müsbətə gəlib, yəni reduksiya edici olub, yəni oksidləşib, həm də -1-ə gəlib, yəni oksidləşdirici olub, yəni reduksiya olunub. Deməli, bu da doğrudur. 117. 117-də nə deyir bizə? Deyir ki, X adi şəraitdə mayedir. X adi şəraitdə mayedirsə, sən nağdı bilirsən ki, bu bromdur onda. Brom nə çıxardar uşaqlar? Bromu yod çıxarda bilər də. Yod deyirəm, xlor çıxarda bilər. Xlor nə çıxardar? Xlor da flor çıxardar. Tapdıq. Deməli, birinci reaksiya deyir ki, Z plus H2O alınır. H+ plus oksigen. Bəli, Z nədir? Flor. Flor sudan reaksiya daxil olur. H-flor plus oksigen. Bu reaksiya doğrudur. Y plus S alınır. YS, daha doğrusu SY6. Deməli, Y uşaqlar yod tapmışıq axı, düzdür? Yox, Y nədir? Xlor. Deməli, Y xlor götürmüşəm, bəli. Y xlor götürsəm, xlor kükürddən, yəni bu birləşməni vermir, axı S2 xlor 2 verir. Yəni bu reaksiya səhvdir. 3-ə baxaq, Y-dən dəmir. Y nədir? Xlordur. Bəli, xlordan dəmir 3 valentli duzun verir. Bu doğrudur. Z-i nə tapmışam? Flor. Natriumdan flor. Daha doğrusu natrium OH-dan flor reaksiya daxil olub. Belə bir maddə mənə gətirə bilməz. Çünki oksigenli turşusu yoxdur florun. Yəni səhvdir.
Doğru cavab olacaq 1 və 3. Deməli, indi nə deyir bizə? Deməli, xlor X-i çıxardırsa, X brom ola bilər. Brom yazdıq. Brom da buradan yoddan çıxardar. Bu brom. Nəyə soruşur? Elə X-i soruşur. X tapdıq brom. Tüt bənövşəli rəngli bərk maddədir, səhvdir. Brom mayedir. Qonur qırmızı rəngli mayedir, doğrudur. Açıq sarı rəngli səhvdir. Deməli, HX plus gümüş nitratları arasında reaksiyadan alınır. Baxaq. Bu səhv ifadədir. Ümumiyyətlə, bu hansına aiddir? Yəni, bu 3 aiddir. Nəyə aiddir bu? 4-də baxaq. Ağ rəngli çöküntü əmələ gətirir. Xeyr. Brom sarımtıl rəngli çöküntü verir. Sarımtıl rəngli çöküntü verir. Bəli, indi dedim. Doğru cavab 2 və 5. 119. Bu da bayaqki suallardan eyni sualdır. Halogen verib, kütlələri bərabər verib. Halogenin tam reaksiya sərf olunan natrium kütləsi. Birincisi verib M3 ən çoxdur. Əgər M3 ən çoxdursa, onda halogen ən kiçikdir kütlə olaraq. Deməli, Z nədir? Flördür. Ən çox, ən az M2-yə sərf olunubsa, yəni Y nədir? Brom götürsən, onda X-ə qalar xlor. Reaksiyanı yazaq. Deməli, birincisinə deyir natrium Z plus X. Bu reaksiya baş verməsi nə üçün? Çünki flördür bu. X da xlordur. Xlor Z flör çıxarda bilməz. 2. Natrium Y, üstə gəlsin Z. Bəli, bromdur bu Y. Bu da flördür. Flör bromu çıxarda bilər. Bu doğrudur. 3. Natrium X plus Z. Natrium X nədir? Xloriddir. Natrium xlorid. Bu da Z-də flördür dedik. Flör çıxarda bilər. Bəli, bu reaksiyada gedər. 4-cü sual. Natrium Y plus X. Natrium Y. Y nədir? Brom. X nədir? Xlor. Yəni, xlor bromu çıxardar. Bu da gedər. Yəni, 2, 3, 4 doğru variant olacaq. 5-ə baxaq. Z flördür. Flördür ümumiyyətlə heç bir halogen çıxarda bilməz. Yəni, bu səhv ifadədir. 2, 3, 4. 120. X, Y, Z, T halogenlərində X-in radiosu Y-dən kiçik, Z-dən böyükən biz halogenləri yazaq. Brom yox. Bizə deyir ki, T ən asan elektron alır. Ən asan elektron alan flördür. Yadınıza saxlayın. Deməli, T-ni tapdıq nə? Flör. Bizə deyir ki, X-in radiosu Y-dən kiçik, Z-dən böyükdür. Nə deyir bizə? X-in radiosu Y-dən kiçikdir, Z-dən böyükdür. Deməli, X-i mən brom götürsəm, niyə brom götürəm deyəcəm. X-i brom götürsəm, bromun atom radiosu nədir? Yoddan kiçikdir, düzdür. Bu olur onda, Z olur. Xlordan nədir? Böyükdür. Çünki sıra nömrəsi böyükdür bromun. Xlordan böyükdür, yoddan kiçikdir. Deməli, yerdə qalır Y-də xlora. Yenə baxırıq. Deməli, T-ni tapmışam flör. Bunu flör götürsəm, bromu tapmışam X-i brom. Bunu brom götürsəm. Bəli, flör bromu çıxardır. Bu reaksiya gedər. 2. Y-i nə tapmışam? Xlor tapmışam. T-ni flör tapmışam. Xlor flörü çıxarda bilməz. Bu reaksiya getməz. 3-ə baxaq. Z-i nə tapmışam? Z-i yod tapmışam. Yod ümumiyyətlə heç bir halogen çıxarda bilməz. Yəni, bu heç yaxın durma buna. 4. X-i nə tapmışdıq? X-i brom. Bəli, brom, Z-i yod çıxartmışdı üzü. Brom yodu çıxardar. Bu reaksiya baş verər. 1, 4 hələ ki var. Keçək indi. Neçədə qalmışdıq? 5-də. Z-i nə tapmışdıq? Z-i yod tapmışdıq. Yod ümumiyyətlə baş verəməz axı. Burada nəsə səhv gedib. Bir dəqiqə baxaq. Təzəm. Çünki burada nəsə deməli, bir dənə də baxaq. T ən asan elektron alır. T-ni nə tapdıq? Bunu tapdıq flör. Bu heç. Hansı reaksiya mümkündür? Baxaq. Deyir ki, X-in radiosu Y-dən kiçikdir, Z-dən böyükdür. Z-i nə tapdıq onda? Z xlor tapdıq. X nə oldu? Brom. Y nəyə qaldı? Yoda. Y-dən, yəni yoddan kiçikdir brom.
x-dan böyükdür. X-in radisi, daha doğrusu x-i brom tapdım. X, yəni brom xlordan, yoddan kiçikdir. Xlordan böyük, yəni düz tapmışam da. Niyə alınmadı ki? Yəni baxaq bir dənə. Demək, bunu flor götürsəm, bunu brom götürsəm. Onda necə olacaq? Brom floru çıxardır. Yəni bu reaksiya baş verir. Bu heç. Keçirik 2-yə. Y nədir? Y yoddur. Yod ümumiyyətlə heç bir halogen çıxarda bilməz. Yəni bundan uzaqdır. Z xlordur. Y yoddur. İndi alınır. Burada deməli xlor yodu çıxardır. Bu reaksiya baş verir. X nədir? X bromdur. Z xlordur. Bu reaksiya baş verməz. Yəni brom çıxarda bilməz axı xloru. Z xlordur. X da bromdur. Bu reaksiya da baş verir. Çünki çıxardar da xlor bromu. X bromdur. Y yoddur. Bu reaksiya da baş verər də. Yəni brom yodu çıxardar. Bu da baş verir. Yəni 1, 3, 5, 6. Keçək indi 121-ə. Yəni deyir X-in radisi nədir? Ən asan elektron verir. Ən asan elektron verən, yadınıza saxlayın, ən asan elektron alan olurdu deməli flor. Ən asan elektron da verən halogenlərdə yoddur. Deməli Z oldu yod. Bunun adı verirsən. Deyir ki X-in radisi Y-dən kiçikdir, T-dən böyükdür. Deməli onda belə götürək də X-in radisi deyir, Y-dən kiçikdir, yəni bromdan kiçikdir, Y onda bromdur. X-in radisi Y-dən kiçik, T-dən böyükdür. T onda olar flor. X də olar onda xlor. Nə üçün belə olur? Yəni flor, xlor, brom, yod. Bu istiqaməti radisi artır axı. Bizə deyir ki, X-in radisi Y-dən kiçikdir. Y-dən kiçiksə, onda Y bromdur. X-dən böyükdürsə, X-in radisi Y-dən kiçik, T-dən böyük. T-dən böyüksə, T-də flor olur. Onda ortada xlor qalır da. Yəni bu məntiqdən. İndi keçək suala. Deməli deyir ki, X xlor götürsək, Y nədir? Brom. Bu reaksiya gedər. Xlor bromu çıxardır. 2-də Z yod götürsək, yod ümumiyyətlə heç bir halogen çıxarda bilməz, yazmağa dəyməz. T flor olsa, flor bütün halogenləri çıxardır. Bu reaksiya baş verər. 4 Y bromdur. Z nə idi? Yod. Belə bu reaksiyada baş verən brom yodu çıxarda bilər. 5-cidə nə deyir bizə? Z. Z nə vermişdik? Yod vermişdi. Yod heç birini çıxarda bilməz. X idi xlor, Z nə idi? Yod. Xlor yodu çıxarda bilər. Deməli 6 doğrudur 4. 1, 3, 6, 4. Keçək 122-ci suala. Şəhər əhalисini içməli su ilə tam təmin edən su təmizləmə stansiyalarında gündəlik olaraq 1000 litr suya 7,1 qram xlor əlavə edilməklə suyun dezinfeksiyası aparılır. Belə baxın bizə lazım deyil. Bizə lazımdır bu hissədən. Deməli 1000 litr suyun gündəlik təmizlik normasına uyğun olaraq xlor qazının neçə qram natrium xlor duzunun ərintisini almaq olar. Gəlin birinci natrium xlorun ərintisini yazaq. Natrium xlorun ərintisini elektrolisin. Natrium plus xlor 2. 2 mol 2 mol. İndi nədir bizə? Görürəm ki, normal qaydada 117 qram natrium xlor duzu elektroz edəndə neçə qram xlor alınıb? 71 qram xlor alınıb, düzdür? İndi bizə deyir ki, 7,1 qram xlor əlavə edilib axı, düzdür? Görək 7,1 qram xloru neçə qram natrium xlordan almaq olar? X neçə eləyir? 11,7. Keçək 123. Yodun spirtdə 5% məhlulu antiseptik xüsusiyyətləri ilə tanınır. Ümumiyyətlə, yəni bu sual nədir? Bizə deyir, xəstəxanada gündəlik olaraq 200 qram belə məhlul istifadə olunursa, bu məhlulu hazırlamaq üçün lazım olan spirtin kütləsini. Əgər uşaqlar yodun spirtdə 5% məhlul deyir ki, yəni 5% nə var burada yod? Əgər 5% yoddursa, onda 95% nəyə qalacaq? Spirtə.
200 qram məhluldur. Bunun 95% spirt neçə qram edir? 190 qram. Bizə elə spirti soruşur da kütləsini. 124. Bir çox sənaye sahələrində bromdan geniş istifadə olunur. Xüsusilə burada lazım deyil. Kimyəvi burada da. Bizə lazımdır ki, deyir ki, gündəlik olaraq 40 qram brom 2 istifadə olunur. Bu bromu alınması natrium bromidin kütləsini hesablayın. Yəni qısacası deyir ki, alınmasına sərf olunan natrium bromidin. Natrium bromid elektrolizdə alınır natrium brom 2. Bayaqki reaksiya kimidir elə. Deməli, görürəm ki, burada natrium bromid nə qədər sərf olunub. Deməli, bunun kütləsini hesablayaq. Natrium 23, brom 80, 103, 2 mol deyirsə 2 vurulsun 103, 206 qram. 206 qram natrium bromid sərf olunanda 160 qram brom alınır. 40 qram brom alınıbsa nə qədər sərf olunur x? 4 dəfə azalt da. Eləyir 50, 1,5. 125. Xlor və bromdan kimya sənayesində müxtəlif sahələrdə istifadə olunur. Xlordan əsasən sintetik üzv birləşmə yenə burada lazım deyil bizə. Deməli, bizə deyir 117 qram natrium xlor və 206 qram natrium bromun ərintidə elektroliz etməklə cəmi neçə mol halogen qarışıq alınır. Baxaq. Birinci natrium xloru ərintidə elektroliz eləyək. Natrium plus xlor 2 əmsala qoyaq. Gəl birinci hesablayaq. Görürəm ki, 2 mol natrium xlor, yəni 2 mol natrium xlorun kütləsi neçə qram eləyir? 234 qram. 234 qrama nə qədər xlor alınıb? 1 mol. 117 qram verir bax. 117 qram nə qədər olar? X yer neçə? 5. Bunu tapdıq. İndi keçək o birinə. 206 qram natrium brom verib. Gəlin natrium bromu birinci aparaq. Bir dəqiqə, mən niyə bellədim? Bunun kütləsi 234 nə eləyir? Bunun kütləsi 117 qramdır. Bunun öz kütləsi 58,5 qramdır. Burada 117 qramdır. Bölüyə ilə 1 mol. Natrium bromun ərinti elektrolizi natrium plus brom 2, bura 2, bura 2. Yenə baxıram, ilə bunun kütləsi 206 qramdır. Bayaq hesabladıq. 206 qrama 1 mol alınıb, düzdürmü? Bəs 206-ya nə qədər alınır? Verilən 206-ya. Elə burada 1. Yəni ümumi 1. Neçə elədi? 2. 2 mol halogen qarışığı. Keçək indi uşaqlar 126-cı sualla. Biraz yaddaş problemi olur deyə videolar kəsilə bilir. 126-da nə deyir bizə? Bizə ümumiyyətlə lazım olan isə yenə deyirəm, bu nağıldır bu hissələri. Zavodda deyir ki, gündəlik olaraq 2000 litr duzlu suyu elektroliz edirlər. Bu zaman 142 qram xlor 2, 80 qram brom alınır. Gəlin birinci elektroliz yazaq. Natrium xloru birinci elektroliz edək. Natrium xlor plus suda mənin elektroliz. Nə alınır? Katodda hidrogen, anodda xlor, mənhulda natrium OH. Əmsallara baxsaq, bir dənə suya həmişə deyirdik 2 düşür, düzdür? 2 bura düşsə, onda natrium OH da 2 düşər, onda burada 2 düşər. Əmsallaşdırdım. Görürəm ki, normalda nə qədər natrium xlor reaksiyası daxil olub. Çünki bizə bunların axırda kütlələrini soruşur. 117-ni vur 2-yə, 234 qram natrium xlor sərf olunub, düzdürmü? 234 deyirəm, 117 qram, bu 58,5 qramdır. Deməli, 117 qram natrium xlor sərf olunanda nə qədər xlor alınıb? 71 qram. Bizə deyir ki, 142 qram xlor alınır axı. Görək 142 qram nə qədər alınır? X. X neçə eləyir? 234. Natrium xloru tapdım. Keçək broma. İndi bizə soruşur natrium bromun elektrolizi. Natrium bromu elektrolizidən də nə alınır? Eyni ki, yenə hidrogen katodda, anodda brom plus natrium OH. Əmsallara baxsaq, bura 2, bura 2, bir dənə bura 2. Görürəm ki, normal. Bunun kütləsi neçədir? 103, 2 molu 206 qram. 206 qrama 160 qram brom 2 alınır. Bəs 80 qram brom alınıbsa nə qədər olar? X. X neçə edir? 103. 103 burada var, 234 burada. 234 plus 103.
Neçə eləyir bu da? 337. Ümumi 337 qram kütlə lazımdır. Keçək 127-yə. Demək, kimyaçı suyun dezinfeksiyası üçün xlor qazının istifadə lazım deyil. Nə deyir bizə? Bir hovuza 50 ml su var. Və bu suyun dezinfeksiyası üçün hər litrinə suya 1000-də 2 mol xlor qazı tələb olunur. Hovuzun dezinfeksiyası üçün kimyaçı neçə kiloqram xlor qazı lazımdır? Kimyaçı. Deməli, yazırsan ki, hər 1 litrinə nədir bizə? Hər 1 litr haradaydı bu cümlə? Hər 1 litrinə, yəni 1 litrinə 1000-də 2 xlor atomu lazımdırsa, xlor qazı. Bəs 50.000 litrə nə qədər sərf olunur? 50.000. 50.000-ə x eləyər neçə mol? Eləyər 100 mol. Düzdür? 100 mol xlor 2-nin kütləsi neçə qramdır? Yəni 1 mol 71 qram, düzdür? Bunu da vursan 100 mola, neçə eləyər? 7100. 7100 qram neçə kiloqram eləyir? Bölərsən 1000-ə, yəni 1000-ə bölsən, eləyir 7,1 qram. Qram deyirəm, kiloqram. Yorulmuşuq deyə biraz başımız qarışır. 128. Diş pastası istehsalatda natrium flor duzundan istifadə edilir. Yaxşı, natrium flor diş minasını qorumaq üçün yaxşı buna nağıldır. Diş pastasının hər 100 qram tərkibində %24% natrium flor olarsa 5 qramdır. Çox uşaq sualıdır. Yəni 100 qramında %24% isə bəs 500-ə nə qədər olar? 5 dəfə artır da. Neçə edir? 1,2. 1,2. Yəni birinci necə hesablayacaq? Yəni 100-ün 124-ü natrium florid deyil. Tapdı neçə edir? 124. Yəni 124 qram nə var? Natrium florid. Yəni 100 qramında 124 var da. 124. 500-də neçə olar? X-də tapdıq 1,2. Yəni belə 129. Xəstəxana laboratoriyasında qan təzyiqi qaçağı ya da burada lazım deyil. Fizioloji məlumat hazırlamaq üçün 1 litr suda 11,7 qram natrium klorid həll edilir. Natrium kloridin suda əmələ dissosiasiyası zamanı natrium və xlor ionları əmələ gəlir. Suda əmələ gələn natrium ionları mol sayını müəyyən edin. Bu da sadə sualdır. Deməli, natrium kloru birinci dissosiasiya edər. Natrium plus xlor 2. 2 mol bura, 2 mol bura. Görürəm ki, normalda 117 qram dissosiasiya edir, düzdürmü? Nə qədər natrium ionu əmələ gəlib? 2 mol. İndi sənə deyir 11,7 qram həll edilib. X eləyir neçə? 10-2. Keçək indi 130-a. Birləşmələrdə xlorun oksijenləşmə dərəcəsi xlorun oksigenli birləşmələri verib. Xlorun oksigenli birləşməsi bir var perixlorat, H-xlorat, yəni H-xloro2, bir də var H-xloro. Bizə deyir birləşmədə oksigenin oksijenləşmə dərəcəsi ən böyük deyir B-dədir. Onda B-dədirsə X-im nə olacaq? Oksijenləşmə dərəcəsi burada neçədir? Müsbət 7. Burada neçədir? Müsbət 5. Burada müsbət 3. Burada müsbət 1. Ən böyük deyir ki B-dədir. Yəni Y nə olacaq? Bu olacaq H-xloro4. Deməli, A deyir ki, ikinci ən böyük A-dadır. İkinci A-da, yəni X-da H-xloro3-dür. Üçüncü deyir ki, D-dədir. Onda bu da nə qalır? T budur. Bu da qalır Z-ə. Nə deyir bizə? X vəziyyətinin atomlarının X vəziyyət molekuluna olan atomların sayını soruşur. Cəmini soruşur. Deməli, Z-də neçə var? 1, 2, 3. 3 dənə burada. X-də neçə var? 1, 2, bu da 3, 5. 5 plus 3 neçə eləyir? 8. 131. Tərkibində 10,1 mol natrium xlor, onda 3 mol kalium xlorla artıq miqdar gümüş nitrat məlumatı əlavə edəcək, çöküntü əmələ gəlir. Ümumiyyətlə, bu şifahi necədir? İnşallah natrium xlor, yəni bu da bir valentli metaldır. Bu da
bir vahidli turuş qaldı, düzdürmü? Gümüş nitrat da yazıram bura. Gümüş NO3. Yəni bu da bir vahidli metaldır, bu da bir vahidli turşun qalığıdır. Yəni burada molamol gedir də. Burada argentinium xlor, hər ikisindən argentinium xlor alınır. Əgər yəni belə sözümüz canlı oldu ki, 10-da 1 mol natrium xlor giribsə, onda 10-da 1 mol da nə alınacaq? Gümüş klorid. 10-da 3 mol kalium xlor giribsə, 10-da 3 mol da gümüş xlor da alınacaq. Yəni ümumilikdə nə qədər alınıb? 10-da 4 mol çöküntü alınıb. 10-da 4 mol çöküntünün kütləsini soruşur. Onun da kütləsi argentinium xlorun çöküntüsünün kütləsi 143,5-dir. Bunu da vurarsan 143,5-i 10-da 4-ə, bu da eləyər 57,4.